Və bu hədsin özündə diqqət yetirsəz, qardaşlarım, görəcəksiniz ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, bir ümmət daim ümmətimin içərisində daim olacaq. Və burada Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, yuqatiluna aləl-haqq. Haqq üzərində vuruşacaqlar. Haqq üzərində vuruşacaqlar hətta qiyamət günü qopana qədər. Və görünür ki, haqq üzərində vuruşacaq, yəni burada təkcə qəsd olunan cihad deyil təbii ki. Çünki burada Yezid ibn Harun rahimehullah buyurdu ki, bu hədis əhli deyilsə bəs kimdir? Çünki hədis əhli vuruşanlar deyil, mücahidlər deyil. Düzdür, ümumən hər bir Allah yoluna dəvət elə mücahid, cihad edən sayılır. Necə ki Allah Taala öz kitabında buyurur ki, "Və cahidhum bihi cihadan kəbira." Peyğəmbər sallallahu əleyhi və səlləm əmr edib, Allah Taala dedi ki, onların böyük bir cihad elə, Məkkə ayələrindən idi, Furqan surəsi necə ki bildiyiniz surələrdəndir. Onlarla böyük bir cihad elə, yəni elmi cihad, dəvət cihadı et onlarla. Və bu onu göstərir ki, özünü İslama nisbət eləyən çox olacaq, amma İslam üçün vuruşanlarsa az olacaq. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Taifətun", bir tayfa. Ümmətimin içindən bir dənə tayfa olacaq ki, onlar vuruşacaqlar, haqq üzərində vuruşacaqlar. Yəni ki, dəvət üçün, Allahın dini üçün vuruşacaqlar, hətta qiyamət günü gələnə qədər.